Dostlar, bugün sizə aldığım bir-iki qərardan ibarət bir günümü vloqlayıram. Bəlkə də sizə tövsiyə xarakteri daşıyır bu qərarlar. Mən burada həqiqətən də artistlik eləmirəm. Səhər duran kimi yerimi yığmadığım gün çox depressiv hiss edirəm. Beynim qarışır, planlarım bir-birinə dəyir. Ona görə də mütləq yerimi yığmalıyam. Daha sonra yüngül var, üz baxımı eləyirəm. Ya üz çöpü, ya üz jeli bilirsiniz. Axır vaxtları kofesiz də günə başlamağın başını buraxmışam. Yəni mütləq kofe içilməlidir. Bununla daha gümrah və produktiv hiss eləyə bilirəm gün ərzində. Anamı işə qoyuram və daha sonra gəlirəm parkda gəzməyə. Səhər kəşf eləmişəm ki, parkda gəzəndə günüm 1-ə 10 daha da verimli keçir. Evə hələ getməmiş yol üstü özümə bir konteyner boşqab alıram. Əslində bu çox yaxşı bir şeydir. Bugündən sonra qərar vermişəm ki, universitetə yeməyi bunda aparım. Əgər evdə hər hansı bir yemək varsa və yaxud da müxtəlif salatlar eləyə biləcəmsə, həm sağlıqlı qidalana bilərəm, həm onsuz keçən videoda qeyd etdiyim kimi normal yemək tapa bilmirik universitetdə. Həm günlük xərclərimə azacıq da olsa qənaət eləmiş ola bilərəm bununla da. Yəni maşınlanan olsa xərc artıb, bu hər kəsə məlumdur. Bunu əslində siz də sınaya bilərsiniz. Tələbə üçün ən yaxşısı maksimum qənaət etməyi bacarmaqdır. Daha sonra isə universitetə gəlirəm. Universitetdə bugün 3 dərsimiz var idi. İlk dərs televiziya jurnalistikasının mühazirəsi idi. Açığı başqa dərslərdən heç bir şey çəkə bilməmişəm, çünki çəkdiyim demək olar heç nəyi silmirəm və bu da çox yer tutur. Əgər bura qədər izlədinizsə takib eləməyi unutma ki, daha çox belə vloqlar gəlsin.